gənclərə dəstək verən aktyora kinostudiyada hamı İsmail dayı deyə müraciət edirdi. Filmlərdə də ən yadda qalan obrazların yaradıcısı olur. Kəndlilər, o olmasın bu olsun. Acaba o kimdir ki, məni, mən Rıza bəyi təhqir etsin? Mənim kimi söz və qələm ustasını. Yenilməz batalyon. Hə? Mən bilən siz vilayət nəşəniyin qızına hər gün dərs verirsiniz. Torpaq, dəniz, od, səma. Baba, bəs sən öləcəksən? Hə, mən öləcəm, öləcəyəm. Bəs deyirsən elə şey tapacaqlar ki, adamlar ölməsin. Ona mənim yaşım çatmaz. Dəli kür. Niyə qavursan? Qonaq, bəlkə sən tələsmirsən. Ancaq mən özümü evə tez çatdırmalıyam. Bugün bayram axşamıdır. Bakıda küləklər əsir. Доченька, возвращайся с победой. До свидания. Poçt qutusu. Akif, kağıtları hara aparsan? Apar koy yerine. Sarsağlama bırak seni. Bırak diyorum sana. Nəsimi. Müritlərimiz yeryüzünə səpələnib elmimizi yaymaqla məşğuldular. Cəmaat qiyama hazır deyil. Bəs niyə? Çalpapa Kərəm qağam öldürdü? Niyə mənim də onun da balalarını yetim qoydu? Hə? Yüzgə girməkə taxıl üstə. Yüzgə girməkə sağlamışdıq ki, tifillər acından ölməsin. 7 oğul istərəm filmlərində müxtəlif obrazlar canlandırıb. Poçt qutusu filmində yaratdığı Avam Novruzəli obrazı 1968-ci ildə Zaqafqaziya və